Hər vaxtınız xeyir əziz tamaşaçılar. Bizi Sport Asko Arenadan canlı yayıma start verir. Milli Premier Liqasının 34-cü turunun da bir qarşılaşması məhz bu stadionda bir neçə dəqiqə sonra start götürəcək. Səbail və Zirə komandaları üz-üzə gələcəklər. Gəlin heyətlərlə tanış olaq, başlayaq meydan sahibi Səbail komandasından. Qapıda 12 Əlirza Müştabazadə, 22 Mirabdullah Abbasov, 96 İlkin Muradov, 20 Mərçəlik, 11 Rüfət Abdullazadə, 83 Nihat Quliyev, 16 Emir Rüstəmov, 10 kapitan David Gomis, 3 Dmitro Litvin, 7 Madigeta və 14 Süleyman Alluş. Komanda baş məşqçisi Elvin Məmmədovdur və baş hakim Tural Qurbanov. İlk püşkü atır, onun köməkçiləri bugün yan xətlərdə Asiman Əzizli və Kərim Zeynalov olacaq. 4-cü hakim funksiyalarını isə Elvin Bayramov yerinə yetirəcək. Eyni zamanda Azərbaycan Hava Yolları var otağında Kamal Umudlu və Elşad Abdullayev iş başında olacaqlar. Rəşad Sadıqov və Elvin Məmmədov müxtəlif zamanlarda Qarabağın heyətində, millimizin heyətində birlikdə çıxış etmiş futbolçular. Hazırda məşqçi kimi bir-birinə rəqibdirlər və bir qədər əvvəl onlar çox isti şəkildə görüşdülər. Zirə komandasının heyəti qapıda 41 Anar Nəzirov, 7 Məqsəd İsayev, 14 Elçin Əlicanov. İlk toxunuşu Səbail futbolçular edəcək. Gözlər Tural Qurbanovda və onun fiti ilə oyun başladı. Səbail Zirə 34-cü turun ikinci matçı. Ötürməsi Eldar Quliyeva. Eldar uzaqdan zərbə qapı istiqamətində. Dəqiq alınmır. Madigeta, Rüfət Abdullazadə sağ cinahda. Önündə Eldar Quliyev var. Rüfət saxladı topu sol ayağı ilə. Geriyə çəkilməli olur. Aldadır rəqibini. Rüfət Abdullazadə ötürməsini verdi. Madigeta! Bax burada gözlədi. Önünü birdən-birə iki rəqibi kəsdi, bağladı. Amma bu vəziyyətdən də çıxmağı bacardı Rüfət. Eldar Quliyevin ayaqları arasında topu keçirdi. Madigeta ötürmə verdi. Magetanın da əslində texnik cəhətdən zərbəsi heç də pis alınmamış. Sadəcə dəqiqlik çatışmadı. Qalan hər şey var idi bu zərbədə. Rüfət Abdullazadə ara ötürməsi. Madigeta sürətlidir. Madigeta və Anar Nəzirov. Anar Nəzirovun ilk seyvi bu maçda 16-cı dəqiqədə. Gəlin baxaq. Açıq bir mənalı nəsə söyləmək çətindir. Topu Gomis'e ötürdü. Gomis'in önündə Gima var. Gomis'in zərbəsi və Anar Nəzirov. 39 yaşlı Anar Nəzirovdan mükəmməl seyv. Bu nöqtə əlbəttə ki, məqsəd üçün daha uyğun nöqtə kimi görünür. İşarə verildi Papunaşvili və Əlirza tirin altından çıxartdı bu topu. Həqiqətən əziyyət çəkməli oldu topu çıxarmaq üçün, amma Əlirza bu işin öhdəsindən gələ bildi. Hatırlayırsınızsa, son dəqiqədə qırmızı vərəq almışdı bu arada. David Gomis, yenə də Anar Nəzirov. Və 50 oyun epizodunun davamında. David Gomis növbəti təhlükə yaşatdı Zirəyə. Onu saxlamamaqla burada Salif Usumanı zərərsizləşdirdi. Epizoddan kənarlaşdırdı. Topu özündə saxladı. David Gomis yenə də gəlir sol cinahdan. Gomis'dən cərimə meydançasına. Rüfət Abdullazadə və yenə də Anar Nəzirov. Anar Nəzirov keçilməzdi hələ ki. Rüfət Abdullazadə bu dəfə çox yaxın məsafədən qapçı meydançasının içindən topu qapıya göndərə bilmədi. İzləyək epizodun təkrarını. David Gomis burada çəkdi sağına gözlədi. Dərindən gəldi Rüfət Abdullazadə. Dəqiq ötürmə verdi Gomis. Rüfət zərbə indirdi. Əslində topu da yaxşı ram etdi. Zərbəsini də indirdi. Abbasov. Madigeta və Tural Qurbanov ilk hissəni başa vurur bu yerdə. Səbail Zirə maçında ilk 45 dəqiqədən sonra hesab açılmadı. Komandaları fasiləyə yollanırlar və biz də futbolçularla birlikdə gəlin dincələk və 12-13 dəqiqədən sonra yenidən efirə bağlanarıq. Dəyişiklik yoxdur və Tural Qurbanov işarəni verir. Oyun başladı, ikinci hissə başladı Səbail Zirə maçında. Bir qədər isə biz VIP tribunada Sumanın zərbəsi qapıya və az fərqli top qapıdan aralı keçdi. Nəhayət ötürmə gəlir cərimə meydançasına. Eldar Quliyev topu uzaqlaşdırmağa çalışdı, bacarmadı bunu. Fərid Nəbiyevin zərbəsi uzaq küncə çox təhlükəli idi. Stefan Aka, səhv yol verir Aka, Fərid Nəbiyev, Gitay Sofir də yanındadır, 2-2-yə çıxır Səbail. Fəridin ötürməsi, Sofir topu saxladı, Sofir soluna çəkdi, Gitay Sofir!
Fərid Nəbiyev burada dərhal topu saxladı. Bir anlıq büdrəsə də özünə gəldi, sürət yığdı. Kitay Sofirə vaxtında ötürmə verdi deyə bilərik və Sofir də əslində hər şey doğru etmişdi son zərbəyə qədər. 3 müdafiəçi birdən-birə önünü kəsməyə çalışdı burada Sofirin, amma heç bir topun hərəkətinin qarşısını ala bilmədi. Sağa oynadı Fərid Nəbiyev. Gözləyir komanda yoldaşlarını. Mərdlə oynadı. Mərçəlik. Cərimə meydansına ötürmə və gol! Amma yox. Bayraq havada offside qeydə alınır. Offside, bəli. Gol qeydə alınmadı. İzləyəcəyik epizodu, görəcəyik. Sola topu ötürür. Suma. Suma. Suma'dan əla fəndlər. Salif Suma. Lirza topu qaytarır və Volkov hesabı açır. David Volkov. 93-1-ci dəqiqədə Zirə öz istəyinə çatır. David Volkov fərqlənir. Və bu, böyük ölçüdə artıq çox güman ki, Səbailin ümidlərinin üzərindən xəttin çəkilməsi deməkdir. Hər şey burada qolu yaradan Salif Suma oldu. Oyun ərzində demək olar ki, heç nereye yadda qalmadı. Amma bax, bu epizodda ustalığını ortaya qoydu. Offside də yox idi. Ərizə Müştabazadə də əlindən gələn hər şeyi etdi. Zərbəni dəf etdi. Lakin David Volkovun önünə düşdü dərhal top. Və Volkov da mövsümdə 11-ci qolunu vurdu yeri gəlmişkən. Və qoldan sonra itirilən vaxt kifayət qədər idi. Bunu nəzərə almaq lazımdır. Və məhz indi, bəli, Tural Qurbanov oyunun final fitilini səsləndirir. Zirə Səbaili minimal hesabla məğlubiyyətə uğradır və bununla da Səbail üçün mövsüm faktiki olaraq bitirir. Səbail Premyer Liqada yerini qorumaq şanslarını itirdi. Bu oyun üçün Süleyman Vəliyev şərh etdi. Sağ olun, salamat qalın.